Dəyərsizlik hissi nədir və sonradan bir qadında o hissi oyatmaq mümkündürmü? Özünü dəyərsiz hiss edən qadın o dəyər hissini sonradan necə qazana bilir? Əslində bu asan proses deyil. Dəyərsizlik hissi ümumiyyətlə bir çox sevilməyən ailələrdə böyüyən uşaqlarda olur. Fərqi yoxdur, o xəyanətə uğrayıb ya yox. Əslində əvvəldən dəyərsizlik hissi yoxdursa o insanda bir xəyanət halı gəlib onu qabartmayacaq. Müvəqqəti ola bilər, qabartsın, sonradan o geri qayıdacaq. Amma dəyərsizlik hissi artıq onda əvvəldən var idi, bir hadisə gəldi, onu qıcıqlandırdı. Təbii ki, yenidən aktivləşəcək. Bununla işləmək tələb olunur və asan deyil və hər kəsdə də uğurlu alınmır. Çünki bəzi insanlar var ki, qurban pozisiyasını seçirlər, ümumiyyətlə istəmirlər çıxsınlar bu mövqedən. Onlara qurban rolu oynamaq daha asandır, nəinki güclü olmaq. Ona görə də hər insanda fərqli olur, amma təbii ki, psixoloqlar bunun üçün var, amma insanın özünün aktiv iştirakı burada tələb olunur, öz dəyərsizlik hissini kompensasiya etmək üçün. Nə ilə adətən kompensasiya etmək olur? Adətən, belə deyək, aktivləşərək, artıq bir çox sosial bacarıqlar əldə edərək. Yəni, başqa yöndə özünü sevərək. Baxın, bəzən burada hətta biz bəzən egoist olmaq tələb olunur ki, artıq yetərincə hamıya diqqət eləmirsən, sevgi bölmüsən. Bizim xüsusilə qadınlarda var, çox fədakardırlar. Hamıya vaxt ayırıb özündən başqa.